Hakan, sizi kimi bir bilim adamının, yani ki benim için yalnız Azərbaycan çapında değil, bütün Türk dünyasında ümumiyyətlə zengin mədəni irsi, insanlığın, yəni insanların, sənətkarların oturmuş ənənələri yaradan vaxtı insanlığa verdiyi töhfələri öyrənən çox önemli bir mütəxəssis kimi bugün Sərdar Sandıq Ocağı'nda görməkdən çox məmnunam. Məmnunuq biz ailə olaraq. Yəni biz həmişə sizin fəaliyyəti izləmişik, təqdir eləmişik. Yəni sizdən xəbər olmadan, yəni sizin xəbəriniz olmadan biz sizdən bəhrələnən sənətkarlardanıq. Həm sənətkar olaraq, həm vətəndaş cəmiyyəti təmsilçiləri olaraq həmişə biz arzulamışıq ki, biz bir yerdə nələrəsə imza ataq. Yəni və imza attığımız layihə mi deyim, hər hansı bir iş mi deyim, bizim bu Azərbaycanın zəngin mədəni irsinin qorunmasına, yaşadılmasına, təbliğ edilməsinə xidmət eləsin. O yüzden biz sizi burada görməkdən çox məmnunuq. Hoş geldiniz. Çok sağ olun İskender müəllim. Mənim özüm üçün bugün çok önemli bir gün oldu. Ben bugün Sərdar evində Sərdar sarayını gördüm. Ben burada belə bir möcüzə ilə qarşılaşacağımı həqiqətən bilmirdim. Və mən bu günləri sizin bu ailədə olmaqdan qürur duyuram və çox xoşlanmışam ki, mən sizi nə yaxşı ki tanıdım. Mən uzun müddətdir bizim bir-birimizə salamımız var, görüşürük, tədbirlərdə görüşürük, amma mən sizi bugün tanıdım. Bugün sizin ailəni tanıdım. Sizlərə uzun ömür, gələcək əməkdaşlıqda müvəffəqiyyətlər arzulayıram. Çok sağ olun, çok sağ olun. Biz de yani eyni hissləri keçiririk. Biz de sizi bugün bir daha kəşf elədik. Və Allah sizə uzun ömür, can sağlığı versin. Bütün o arzuladığınız, nəzərdə tutduğunuz hər şey Azərbaycan naminədir, vətən naminədir, insanlıq naminədir. Biz də qürur duyduq ki, sizdən bir yerdə daha şirin, daha yaxın bir yerdə addımlayacağıq. İnşallah, inşallah.